Birinci, Nepenthes, qazan bitkisi. Nepenthes, yəni qazan bitkisi, ət yeyən bitkilərin ən məşhurlarındandır. Onun yarpaqları özünə məxsus qazan formasındadır və içərisində həzm mayesi saxlayır. Böcəklər bu bitki təbiətin həm gözəlliyini, həm də sərt qanunlarını göstərən bir möcüzədir. İkinci, Venus flytrap, uçan tələsi bitkisi. Venus flytrap dünyanın ən məşhur ət yeyən bitkisi sayılır. Onun yarpaqları bir saniyədən də az müddətdə bağlana bilir. Bir böcək yarpaqların üzərinə düşəndə bitki dərhal tələsini bağlayır və onu udmağa başlayır. Amma bu hərəkət təsadüfi deyil. Bitki canlı və ya cansız maddəni fərqləndirə bilir və yalnız canlı həşəratı udur. Bu, təbiətin necə ağıllı və məharətli olduğunu göstərir. Üçüncü, Welwitschia mirabilis. Welwitschia mirabilis Namib səhrasının möcüzəsidir. Bu bitki yalnız 2 yarpaq böyüdü, amma 1000 illərlə yaşaya bilir. Yarpaqları zamanla qalınlaşır və səhranın sərt şərtlərinə tab gətirir. Bu bitki təkcə ömrü ilə deyil, həm də dayanma qabiliyyəti ilə təbiətin nəhəng möcüzəsi sayılır. Bəzən alimlər bu bitkini yaşayan fosil adlandırırlar. Çünki onun quruluşu milyonlarla il əvvəlki bitkilərlə eynidir. Dördüncü, Rafflesia arnoldii, qoxulu çiçək. Rafflesia arnoldii dünyanın ən böyük çiçəyi olaraq tanınır. Onun çiçəyi bəzən 1 metr diametrə çatır. Amma maraqlısı odur ki, o pis qoxu yayır. Bu qoxu həşəratları cəlb edir və beləliklə bitki tozlanmasını təmin edir. Rafflesia həm böyüklüyü, həm də qoxusu ilə təbiətdə həm cəlb edici, həm də qorxulu bir möcüzədir. Beşinci, Mimosa pudisa, utancaq bitki. Mimosa pudisa toxunulduqda dərhal yarpaqlarını bağlayır. Buna görə də ona utancaq bitki deyirlər. Bu sadəcə maraqlı deyil, həm də bitkinin özünü heyvanlardan qorumaq üsuludur. Təbiət bəzən ən sadə və gözə görünməz vasitələrlə canlıları qorumağı bacarır. Altıncı, Hydnora africana. Hydnora africana Cənubi Afrikada torpaq altında böyüyən nadir bir bitkidir. Onun çiçəyi yerin altında inkişaf edir və ətrafına pis qoxu yayır. Bu qoxu həşəratları cəlb edir və bitki tozlanmasını belə təmin edir. Torpaq altında böyüyən bu qəribə bitki təbiətin ən sirli və maraqlı nümunələrindən biridir. 7. Litops, canlı daşlar. Litops bitkisi baxanda sadəcə kiçik daşlara oxşayır, amma əslində canlıdır və çöldəki heyvanlardan qorunmaq üçün daş kimi görünür. İnsanlar onu canlı daş adlandırır. Bu bitki təbiətin həm gözəl, həm də ağıllı olduğunu göstərən nümunələrdən biridir. Litopsu yetişdirən insanlar onun sərin görünüşünə heyran qalıb, lakin onun qoruyucu qabiliyyətini də unutmamalıdırlar. 8. Baobab ağacı. Baobab ağacı Afrikanın simvolu və təbiətin əfsanəvi möcüzələrindən biridir. Onun gövdəsi böyük su anbarı kimidir və 1000 illərlə yaşaya bilir. Bəzən ağacın gövdəsində böyük boşluqlar yaranır və insanlar onları sığınacaq kimi istifadə ediblər. Baobab həm yaşamaq üçün, həm də qorumaq üçün təbiətin necə ağıllı olduğunu göstərən canlı bir nəhəngdir. 9. Amorphophallus titanum, Titan arum. Titan arum dünyanın ən böyük çiçəyi sayılır. Bəzən onun hündürlüyü 3 metrə çatır. Maraqlısı odur ki, o da Rafflesia kimi pis qoxu yayır və həşəratları cəlb edir.
Bu bitki nadir hallarda çiçək açır. Buna görə də onu görmək çox şanslı bir hadisə sayılır. Təbiət bəzən həm qorxulu, həm də heyran edici ola bilir. 10. Drosophilum lusitanicum, quru torpaq ovçusu. Drosophilum lusitanicum quru torpaqda böyüyən ət yeyən bitkidir. Onun yarpaqları yapışqan maddə ilə örtülüdür və kiçik həşəratları tələyə salır. Bu bitki ətrafındakı sərt şəraitdə qida əldə etmək üçün inanılmaz bir üsul kəşf edib.